Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Mən Nazim müəllim Ağazadə sizlər üçün hazırladığım mövzu sınağı 5-in izahını təqdim edirəm. Buyurun, xoş izləmələr. Deməli, ilk sual ekranda görürsünüz. Sualda deyir, A-nın neçə natural qiymətində verilmiş 8A-yı 2, 5, A ədədi 9-a qalxısız bölünür. Bunun üçün mən nə etməliyəm? 9-a bölünmə əlamətini bilməliyəm. 9-a bölünmə əlaməti nə idi? Ədədin rəqəmlərinin cəmi 9-a bölünərdirsə, həmin ədəd 9-a bölünürdü. O zaman rəqəmləri toplayaq. 8A, 2, 5A. Topladıqda eləyəcək 15 üstəgəl 2A. İndi A-nın yerinə qiymətlər verəcəm. Görüm, hansı qiymətlər verəndə 2-yə vurub üstünə 15 gələndə 9-a bölünər. 1 verirəm, eləyir 17. 2-ni 1-ə vururam 2, üstünə 15 gələndə 17. 17 bölünmür 9-a. Deməli ki, olmaz. 3 verirəm, 19 eləyir, bölünməz. Daha doğrusu 2 verirəm, 19 eləyir, bölünməz. 3 verirəm, 21 eləyir, bölünməz. 4 verirəm, 4 dəfə 28, üstünə 15 gələndə 23 eləyir, bölünməz. 5 verəndə 25 eləyir, bölünməz. 6 verəndə bölünəcək. Niyə? 6-nı 2-yə vuranda 12, 12-nin üstünə 15 gələndə 27. Bax, yazıram 15 üstəgəl 2 vur 6. O da eləyəcək 15 üstəgəl 12, eləyəcək 27. Bəli, 27 9-a bölünür. Yəni, A-nın 6 qiymətində verilmiş bu 5 rəqəmli ədəd yuxarıda 9-a bölünəcək qalıqsız. Sonra 7 qiyməti, yəni bilirsiniz ki, A burada rəqəmdir, A 9-a qədər qiymətlər ala bilər. 7-ni yoxlayıram, 14, 29-u ödəməyəcək, 8-i yoxlayıram, 16, 31 ödəməyəcək, 9-u yoxlayıram, 33 ödəməyəcək. Yəni, bir dənə A6 qiymətində, A-nın 6 qiymətində verilmiş ədəd 9-a bölünər. Sualın doğru cavabı oldu. Bir dənə neçə qiymətində soruşur. A-nın neçə qiymətində? Bir dənə qiymətində. 1-də oldu, deməli, A variantı. Keçək 2 nömrəli suala. 2 nömrəli sual da maraqlı bir sualdır. Natural ədədlər mövzusuna aiddir. X ilə Y 6-7 nisbətində bölünübsə, X 6K-ya bərabərdir. Y də 7K-ya bərabərdir. Uyğun olaraq X 6K-ya, Y 7K-ya bərabərdir. Sonra həmin X-in 6K, 7K qiymətini gətirib burada yazacağım yerinə bu vəkobda. Olacaq əkob 6K, 7K çıxılsın əbob 6K, 7K. Bu da bərabər olacaq 82-yə. Burada hər ikisində ortaq olan nədir? K-dır. K-nı çıxartsam, yerdə qalacaq. Biraz bu tərəfdən yazım, yer olsun. Ortaq vurğu çıxartmaq olardı. Mən Əbu Bəkirun düsturlarını yazanda orada bunu da yazmışdım ki, ortaq vurğu çıxartmaq olar. Əkob, daha doğrusu K-nı çıxardacam. Yerdə qalacaq əkob 6, 7. Çıxılsın. Burada da K-nı çıxardacam. Yerdə qalacaq əbob 6, 7. Bərabərdir 82-yə. 6 ilə 7 ardıcıl ədədlərdə, ardıcıl ədədlərin əkobu hasilinə bərabərdir. 6-nı 7-yə vuranda 42, K-nı da unutmuruq. 6 ilə 7 ardıcıl ədədlərdə əbob 1-ə bərabərdir. 1K bərabərdir 82-yə. 42K-dan K çıxanda 41K 82-yə bərabərdirsə, K bərabərdir 82-ni 41-ə böləncə düşəcək 2-si. K-nı 2 tapdım. K-nı 2 tapandan sonra gətirib yerinə yazsam, X olacaq 12, Y olacaq 14. Burada da 2Y istəyirək. 14-də 2-yə vuranda 28. Toplayanda eləyəcək 40. Sualın doğru cavabı olacaq 2-də B variantı. Çox gözəl bir sual idi. Keçirəm 3 nömrəli suala. ABC ədədləri 2, 3, 7 ədədləri ilə mütənasibdir. Əgər C kvadratı çıxılsın B kvadratı 120 olarsa, A kvadrat üstəgəl B kvadratını tap. Əgər ABC 2, 3, 7 ilə mütənasibdirsə, o zaman A-nı 2K, B-ni 3K, C-ni 7K götürə bilərəm. Və C-nin kvadratı çıxılsın B-nin kvadratı 120-yə bərabərdirsə, C-nin kvadratı, yəni 7K-nın kvadratı 49K kvadratı, B-nin kvadratı 9K kvadratı, yəni kvadrat həm 3-ə, həm K-ya aiddir. Bərabərdir 120-yə. Burada 40K-nın kvadratı bərabərdir 120-yə. K-nın kvadratı bərabərdir 120-yə 40-a böləndə 3. K kvadratını tapdım 3. Mənlə yekun olaraq A-nın kvadratı nə eləyir? 4K kvadratı. Üstə gəlib B-nin kvadratını soruşur. B-nin də kvadratı 9K kvadratı idi.
Gətirib k kvadratını yerinə 3 yazsam, 4 vur 3 üstə gəlsin, 9 vursun 3. 12 üstə gəl, 27. Eləyəcək 39. Sualın doğru cavab olacaq E variantı 39. Keçək 4 nömrəli suala. 4 nömrəli sualda deyir, bir ədədin 50%, digərinin 70%-nə bərabərdir. Bu ədədlərin fərqi 60 olarsa, onların cəmini tap. Ədədlər bilmirəm neçədir, birini x deyirəm, birini y deyirəm. Birinin 50%-i vururam 50-yə, bölürəm 100-ə. Digərinin 70%-nə bərabərdir, vururam 70-ə, bölürəm 100-ə. Burada 100-lər 7, hər ikisini 10-a bölərəm. Qaldı 5x bərabərdir 7y-ə. X buradan 7k-ya, y 5k-ya bərabərdir. Bir-birinin əmsalına x bərabərdir 7k, y bərabərdir 5k-ya. Və bunların fərqi 60-dırsa, 7k çıxılsın 5k bərabərdir 60-a. 2k bərabərdir 60-a. K da bərabərdir 62-yə böləndə düşəcək 30. K-nı tapdım 30. İndi onların cəmini istəyir. X-lə y-in cəmi nə eləyir? X üstə gəl y bərabərdir 7k üstə gəl 5k, elə də 12k. K-nı da 30 tapmışam axı. 12-ni də 30-a vuranda eləyəcək 360. Sualın doğru cavabı oldu 360, 4-də oldu A variantı. Keçirəm 5 nömrəli suala. Bu tip suallarda mən demişəm ki, birinci ifadə alınan qalığı, bax deyir, x ədədini 4-ə böləndə qalıq da 2 alınır. X kvadratı üstə gəlib 5x ifadəsini 4-ə böləndə alınan qalığı tap. Bu cür ifadələrdə həmişə birinci ifadədə alınan qalığı x-i 4-ə böləndə qalıq da 2 alınır deyir axı. Gətir ikinci də yaz yerinə. İkinci ifadədə həmin o birinci qalığı yazırsan yerinə. 2-nin kvadratı üstə gəl 5 vur 2. Ən qısa yolu budur. 4 üstə gəl 10, bu elədi 14. Sonra həmin ədədə bölürsən 4-ə. Deyir axı həmin ədədin x kvadratı plus 5x-in 4-ə bölünməsindən alınan qalıq. 14-ü də 4-ə böləndə 3 dəfə 4-üm 12, qalıq qalacaq 2. 5-də sualın doğru cavabı oldu C variantı. Keçirəm 6 nömrəli suala. X-in neçə natural qiymətində 2x çıxaq 3-də x plus 6 kəsiri düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirdirsə, məxrəc sürətdən kiçik olurdu və ya bərabər ola bilərdi. Yəni, sürət məxrəzdən, bax sürətdir, məxrəzdən böyük olmalı idi və ya bərabər ola bilərdi. O zaman olurdu bu düzgün olmayan kəsir. Bərabərsizlik kimi əldə etsəm, 2x-də x-i sola keçirtsəm, 6 üstə gəl 3-də sağa keçirsəm, x kiçikdir bərabərdir 9-dan. Natural qiymət dediyinə görə 1-dən 9-a qədər qiymətlər. 9 dənə yəni, C variantı. Sonra keçirəm 7 nömrəli suala. 17 nəfər şagird olan sinifə 2 qız və 2 oğlan gələrsə, qızların sayı oğlanların sayının yarısına bərabər olar. Sinifdə əvvəl neçə oğlan var idi? Baxın, qız var, bir də oğlan var sinifdə. İkisi bir yerdə 17 nəfərdirsə, tutaq ki, x nəfər qız varsa, 17 çıxaq x oğlan var ki, bunları toplayanda mənfi x-nə müsbət x gedəcək, 17 nəfər qalacaq. Yəni, qızlı oğlanlı bir yerdə 17 nəfər var. Mən də qızlara x dedimsə, oğlanlara 17 çıxaq x deməliyəm. Bunu qeyd etdikdən sonra deyir, 2 nəfər qız gəlir, 2 nəfər də oğlan. Qızların sayı olur x plus 2, oğlanların sayı olur 19 çıxaq x. Sonra deyir ki, qızların sayı oğlanların sayının yarısına bərabər olur, yəni bölə 2-yə. Bu tənliyi həll edəcəm. Hər tərəfi 2-yə vuraram. X plus 2 bərabərdir. Sağı da 2-yə vuranda bu 2-lər gedəcək. Qalacaq 19 çıxaq x. Yəni, bütün məxrəci yox eləmək üçün 2-yə vurdum. Məxrəzdə 3 olsaydı 3-ə vurardım. 19 çıxaq x. Sonra vurub atsam 2x üstə gəl 4 bərabərdir 19 çıx x. X-i sola atsam 2x üstə gəl x. 19 çıx 4. 3x bərabərdir 15-ə. X də bərabərdir 15-i 3-ə böləndə 5. Deyir, sinifdə əvvəl neçə oğlan var idi? Oğlanlara 17 çıxaq x demişdim. 17-dən də 5 çıxanda 12. Sinifdə əvvəlcə 12 oğlan var idi. Sualın doğru cavabı oldu 7-də A variantı. Keçək 8 nömrəli suala. Avtomobil yolun 7-dəki hissəsini qət etdikdən sonra daha 20 km yol getməlidir ki, yolun üstə birini getmiş olsun. Bütün yolun uzunluğunu tap. Mən yola özümdən məxrəzdəki ədədlərə uyğun, bunu mən dəfələrlə izahımda demişəm. Məxrəzdəki ədədlərə uyğun 21x götürürəm yolu.
Yəni mən onun hissələrini tapanda, ümumi götürdüyüm yolun hissələrini tapanda rahat olsun. Əvvəlcə avtomobil yolun 7x hissəsini getdi. 21x yol götürmüşəmsə, bunun 7-də 2-sini gedirsə, vuracam 7-də 2-yə, 3 dəfə, 3 dəfə də 2, 6x. Deyir, avtomobil yolun 6x-ini gedəndən sonra daha 20 kilometrdə getməlidir ki, yolun 3də 1-ini getmiş olsun. Yəni, bu ifadə bərabərdir yolun 3də 1-inə. Yəni, 7x-ə. 3 ilə 21 gedir 7 dəfə, 7x-i 1-ə vuranda 7x. 6x-i sağa keçirtsəm, 20 bərabərdir. 7x-dən də çıxaram 6x-in. X də bərabər oldu 20-yə. X 20 tapdım. Bütün yolun uzunluğunu tap. Bütün yolun uzunluğunu axı mən 21x demişdim. X-i də 20 tapdım. 21-i də 20-yə vuranda elədi 420. 420, 8-də oldu Y variantı. Keçirəm 9 nömrəli suala. Deyir, tənasübün kənar hədləri hasili 36, orta hədlərinin hasili 12 olarsa, bu tənasübün orta hədlərinin cəmini tapın. Tənasübü əvvəlcə qeyd edirəm, ümumi formulun A bölünsün B bərabərdir C bölünsün D şəklində olur tənasüb. Kənar hədlərinin hasili, biz bilirik ki, kənar hədlərin hasili A vurulsun D, aynən kənar hədlərdir, B ilə də C orta hədlər. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Deyir, kənar hədlərinin hasili 36 olarsa, məsələn, aynən D-nin hasili 36-dır. Orta hədlərindən də biri, yəni B 12 olsun. C-yə də 12 verə bilərdim, heç bir fərqi yoxdur. Buradan C-ni tapanda 36-nı 12-yə böləcəm 3. C-ni də tapdım 3. Orta hədlərinin cəmini istəyir məndən. B-yə 12 demişdim, C-yə də 3 demişdim. Bunların da cəmi eləyəcək 15. Sualın doğru cavabı oldu 9-da B variantı. Keçirəm 10 nömrəli suala. 10 nömrəli sual tiplərində mən sizə demişdim ki, düzbucaqlılar çəkin 2 dənə. Və birinci düzbucaqlının bu birinci, hələ dəyişim olmamış forması. Əslində, bunu baxan kimi bilmək olur. Mən faiz mövzusunda demişdim ki, məsələn, düzbucaqlının sayəsi bir dənədir də. Mən bunu əgər 20% artırıb 1% azaldıramsa, nəticədə 4% azalır. Demişdim ki, bu qarşıdakı 2-ni 2-yə vurarsınız, 4% azalır. Məsələn, 30% artıb 30% azalanda 9% azalacaq. Amma gəlin həllini deyim sizə. Düzbucaqlının eninə özümdən 10 deyirəm, uzunluğuna özümdən 20 deyirəm. Sahəsi neçə oldu? 10 vur 20, 200. Sonra düzbucaqlının uzunluğunu 20% artırıramsa, 20-ni 20% artıranda demişdim ki, faizdə birbaşa 100-ün üstünə 20 gəlsin, 120%-ni tapırsan. Eləyəcək 24. Enin də 10%, enin də 20% azaldıramsa, eni 10-dur. 20% azaldıramsa 80%-ni tapıram. Elə bilə artıranda 100-ün üstünə gəlsən, azaldanda 100-dən çıxırsan. 8. Sahəsi neçə oldu? Vuranda eləyəcək 32, 3 yadda, 16, 19, 192. Sahə əvvəlcə 200 idi, indi oldu 192. 200-dən 192-yə düşdü. Neçə faiz azaldı? Bunun qaydası mən sizə demişdim. Fərq böl dandan vur 100. Fərq nə qədərdir? 200-dən 192-yə, yəni 200-dən 192 arasında fərq 8-dir. Dandan hansına düşür? 200-dən. Baxın, 200-dən 192-dən, yəni bura düşəcək 200, bir də vurulsun 100. 100-lə 200 getdi, 8-də 2-yə böləndə 4% azalar. Sualın doğru cavab olacaq E variantı. 10 nömrəli sualda. Keçək 11 nömrəli suala. Bu Əbobun düsturuna aiddir. Əbobun düsturunu bilirsiniz. Əbob AB bərabər idi. Kökün altında A vurulsun, B bölünsün C-yə. İndi 2 ədəddir. Ədədin biri A olsun, biri B olsun. Bunların hasili 180-dir. Ortaq olmayan sadəvurların hasili 20-dir. Bu sözü görəndə demişdim ki, bu C-dir. C də bərabərdir 20-yə. Gətirib yerinə yazsam, A-nın B-nin yerinə, A vur B-nin yerinə 180, C-nin yerinə 20 yazanda kök altda 9 olur. 9-dan da 3 çıxır. D variantı. 11 nömrəli sualda. Keçək 12 nömrəli suala. Kəsirin sürətini 3 dəfə artırıb məxrəcini 2 dəfə azaltdıqda kəsirin qiyməti necə dəyişər? Kəsir olsun, məsələn, A bərabərdir, M bölünsün. A M ilə düzümü münasibdir. Yəni, M necə dəyişəndə A da elə dəyişir. N-lə tərs münasibdir. N necə dəyişsə, A onun əksinə dəyişəcək. İndi M-i 3 dəfə artırıramsa, deməli, A da 3 dəfə artacaq, vururam 3-ə. N-i 3 dəfə azaldıramsa, axı A onun əksini eləyir həmişə. N 3 dəfə azalırsa, bu yenə 3 dəfə, daha doğrusu 2 dəfə azalırsa, o zaman bu da 2 dəfə artacaq yenə nəticədə. A 6 dəfə artmış olacaq. 2 vur 3, 6 dəfə artmış olacaq. 12-də oldu A variantı. Keçirəm indi 13 nömrəli suala. 13 nömrəli sual dövrü kəsirlərə aiddir. Burada baxırsınız ki, təkrarlanan 4-dür. Ona görə olacaq 0,1 dövrdə 4. Üstünə də gələcəm 0,4 dövrdə 3-ü. 0,1 dövrdə 4. 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 0,1 dövrdə 4.
Bilirdiniz ki, dövrün içindəki qədər 9 yazılır, dövrlə vergül arasındakı qədər 0 yazılır. Sonra bu görsənin 14 ədədindən aradakı 1 çıxılır. Birinci kəsr oldu 90-da 13. İkinci kəsirdəki məlum məsələdə də 9-da 3-dür. Yəni dövrün içindəki qədər 9 yazılırdı. Sonra bunları bərabərləşdirəcəm, 10-a vuracam, 10-a vuracam. Yəni 9 ilə 90-da 90-dır. Ona görə hər birinin məxrəcini 90 eləməliyəm. 90-da 13 üstə gəl 30 eləyəcək 43. 43-ü də siz 90-a bölsəz, axı cavabları dövr kəsir kimi verib yenə. 43-ü bölürsünüz 90-a. Birinci səfər düşür 0 tam, bura bir 0 düşəcək burada. 5 dəfə olsa keçir, 4 dəfə bölüyor. 400, 360. Burada qaldı 70. 70 bölünmədi, bir 0 gəldi, düşdü burada 7 dəfə. 630. 700-dən 630 çıxanda yenə 70. Yenə bir 0 gəldi, yenə 7 dəfə. Yenə 630, yenə 70. Baxıram ki, burada 7 təkrarlanır. Ona görə cavab olacaq 0,4, dövrdə 7. Yəni 4 qalır orada, 7-lər təkrarlanır. Ona görə də 7-ni dövrdə yazıram, 4 də vergüllə 0-ın arasında qalır. Bu da belə. 13 nömrəli sualın doğru cavab oldu, C variantı. Keçirəm 14 nömrəli suala. Bu da deməli necə həll olunacaq deyim sizə. A ədədi B-nin 16 hissəsinə bərabərdir. O zaman yazıram A bərabərdir 16B. Yəni B-ni vuram 16-ya. B-ni 16-ya vururam. O da eləyir 16B. A bərabərdir B-nin 16 hissəsinə 16B. Sonra B ədədi də bərabərdir C-nin 10-dakı hissəsinə 10-2. Yəni 10-2 C yaza bilərəm. 10-2 C. Məxrəcinə bir kimi baxıb çarpaz vursam 6B bərabərdir 10 C-yə. Məxrəcinə bir kimi baxıb çarpaz vursam 10B bərabərdir 2C-yə. Yəni çarpaz vururam. Baxıram ki, buradakı B-lər düz gəlmir də. Məsələn 6B, 10B. Ona görə bunları eyniləşdirməliyəm. Həm də ki, mən bir saniyə buradadır. Həm də ki, mən burada aynən C-ni axı əlaqələndirməliyəm. Ona görə B-ləri eyniləşdirirəm. B-ləri eyniləşdirmək üçün 30 olacaq da 6 ilə 10-a ortaq. Vururam 5-ə, bərabərin solun vuramsa sağını da vururam. Burada vururam 3-ə, o zaman sağda vururam 3-ə. Olur 30B. 30B bərabərdir 50A-ya. 30B bərabərdir 6C-yə. Hər ikisi 30B-yə bərabər olduğu üçün 50A bərabərdir yazıram 6C. 50A bərabərdir 6C-yə. Hər ikisi 30B-yə bərabərdir. Mənə də aynən C lazımdır. Aynən C-ni bərabərləşdirdim. Hər ikisini 2-yə bölsəm 25A bərabərdir 3C-yə. A C-nin əmsalına bərabər olacaq 3-ə. C-də A-nın əmsalına 25. A-nı 3 tapdım, C-ni 25. C-ni 25 tapmışamsa 25 çıx 3, 25 üstə gəl 3. Bu eləyəcək 22 böl 28. Hər ikisini 2-yə bölsəm 11 böl 14. 14-də 11. Sualın doğru cavab olacaq D variantı. İndi isə keçirəm sonuncu suala. Deməli 15 nömrəli sual sonuncu sualdır. Diqqətlə qulaq asın, bu tip suallar istifadə olunur imtahanlarda. Əvvəlcə mənə burada əbob verilib. Bu əbobun içərisindən deməli yeni tapacam, sonra gətirib aşağıda yerinə qoyub hesablayacam. Deməli burada mən nə edəcəm? Əvvəlcə köçürdüm misalı. Yuxarıdakı əbob 2n kvadratı üstə gəl 4n. Sonra 2n kvadratı üstə gəl 6n bərabərdir 14-ə. Burada ortaq olaraq 2n-i çıxartsam, yerdə qalar n plus 2. Digərindən də ortaq olaraq 2n-i çıxartsam, yerdə qalacaq n plus 3. Bu da bərabərdir 14-ə. Hər ikisində ortaq 2n var. 2n-i çıxartsam, yerdə qalacaq əbob n plus 2 və n plus 3. Bu bərabərdir 14-ə. Axı n plus 2 ilə n plus 3 ardıcıl ədədlərin formuludur. Ardıcıl ədədlərdirsə bunların əbobu 1-ə bərabərdir. 2n vur 1 bərabərdir 14-ə. N də bərabərdir 14-ü 2-yə böləndə 7. N-i tapdım 7. N-i 7 tapandan sonra gətirirəm, əkobu yazıram indi buradan. Əkobu götürdüm. Əkobu götürdük. Əkob. N kvadratı üstə gəl n. N kvadratı üstə gəl 5n. Burada n ortaq vurub çıxartsam, burada da n ortaq vurub çıxardıq. Yerdə qaldı n plus 1. Digərindən də n-i çıxartsam n plus 5.
Hə. İndi əçob olanda nə edirdik? Əçob olanda böyük ədədi götürürdük. N vurulsun N plus 5 böyük ədəddir də. Yəni əçob tapında biz nə edirdik? Böyük ədədi götürürdük. Böyük ədəd N vurulsun N plus 5-dir. Kiçikdə olmayanı götürürdük kiçikdən. N hər ikisində var, N istəmir. N vurulsun N plus 5 deyir ki, məndə N var da, nə edirəm səndəki N-i. Amma N plus 1 məndə yoxdur. N plus 1 ver mənə. Və olur bu əçob. N-də 7 tapmışam da. 7 vurulsun 7 üstə gəl 5, 12. Da vurulsun 7 üstə gəl 1, 8. İndi bunun üçün bir-birinə vursam cavab alınacaq. Yəni əçob olacaq. 7-ni 12-yə vuranda 84. Bunu da 8-ə vuranda 32, 3 yadda, 64, 67. Olacaq 672. Sualın doğru cavabı oldu 672. Belə əziz şagirdlər, sağ olun. Növbəti videolarda görüşənədək.